Salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə yay fəslinin ən sevilən tortlarından olan blintik tortunun hazırlanmasını bölüşürəm sizlərlə. İlk öncə blintikləri bişirməklə başlayıram. 3 ədəd yumurtanın üzərinə 3 yemək qaşığı şəkər tozu əlavə edib biraz qarışdırıram. İçərisinə 1 çimdik duz, 1 çay qaşığı şəkərli vanil əlavə edib qarışdırıram. 2 stəkan süd, 1 stəkan qaynar su əlavə edib biraz daha qarışdırıram. İlk öncə 2 stəkan un əlavə edirəm, biraz qarışdırıram, sonra isə 2 yemək qaşığı daha un əlavə edib təkrardan qarışdırıram topaqlar qalmayacaq şəkildə. Son olaraq üzərinə 3 yemək qaşığı duru yağ əlavə edib biraz qarışdırıram və artıq blintik xəmiri hazırdır. Blintikləri bişirdiyim zaman birinci blintikdə tavanı yağlayıram, sonra isə yağlamağa ehtiyac olmur. Bir-bir bu qayda ilə blintikləri bişirirəm. Keçirəm qaymaqlı kremin hazırlanmasına. Yarım litr 33%lıq qaymağı qabın içərisinə əlavə edib mikserlə qatılaşana qədər qarışdırıram. Belə qatılaşdıqdan sonra içərisinə 1 stəkandan 2 barmaq əskiyi şəkər pudrasını əlavə edib təkrardan qarışdırıram topaqları qalmayacaq şəkildə. İstəsəniz şəkər pudrasının əvəzinə qatılaşdırılmış süddən də istifadə edə bilərsiniz. Videoda gördüyünüz bu qayda ilə blintik tortunu yığmağa başlayıram. Fikir verərsiniz, blintikləri sərdiyim zaman daha çox qızarmış hissəsini çöl görünüşü üçün çöl tərəfə saxladım. Hər bir qatına kremdən çəkib meyvələrini töküb, sonra isə blintikləri sərirəm. Tortu yığdığım zaman fikir verərsiniz, bəzi blintiklər böyük, bəziləri isə kiçik ölçüdədir. Təxmini 7-8 ədəd blintiki mən 24 cm olan tavada bişirmişəm. Qalan blintikləri isə 18 cm olan tavanın içərisində bişirmişəm. Böyük ölçüdə olan blintikləri gördüyünüz kimi çöl hissəsindən sərmişəm. Balacaları isə içərisində istifadə edirəm. Meyvə olaraq mən banan və çiyələkdən istifadə etdim. Bu blintik tortunda mən 25 ədəd blintikdən istifadə etdim. Tortun diametri 20 cm, çəkisi isə 2 kilo 200 qram oldu. Bəzi qatılarında belə damla şokoladdan da istifadə etdim. Bütün qatları yığdıqdan sonra ən son qatı qoyuram, üzərini kremləyirəm, sonra isə çölə qalan hissəsini belə büzərək yığıram. Tortu təxmini 1 saatlıq soyuducuda gözlədirəm. 1 saat keçdikdən sonra götürürəm, üzərini zövqümə görə bəzəyirəm və qəlibdən çıxardıram. Kəsib servis edirəm, sizə də içərisini göstərirəm. Çox ləzzətli alınır. İçərisi meyvəli, bol damla şokoladlı, çox ləzzətli, sərinlədici tort alındı. Biz bu tortu çox sevirik, tez-tez hazırlamağa çalışıram. Sizə də mütləq hazırlamağınızı məsləhət görürəm. Bugünlük də məndən bu qədər olsun, dəyərli izləyicilər. Yeni videolarda görüşmək üzrə inşallah. Sağlıqla qalın.